Salam, xoş gördük əziz dəyərli izləyicilərimiz. Bugün 8 noyabr Azərbaycanda Zəfər günüdür. Bu Zəfər günü tariximizdə qızıl hərflərlə yazıldı. Heç vaxt silinməyən, heç vaxt yaddan çıxmayan parlaq qələbəmiz. 5 il bundan əvvəl 2-ci Vətən müharibəsi başlayarkən əskərlərimiz, zabitlərimiz, Azərbaycan ordusu erməni işğalçılarından torpaqlarımızı təmizləmək üçün qisas hissi ilə ölmək yox, öldürmək amalı ilə müharibəyə başladı. 44 günlük davam edən döyüşlər Azərbaycanın parlaq qələbəsi ilə nəticələndi. Azərbaycan əskəri, Azərbaycan ordusu bütün dünyaya göstərdi ki, nəyə qadirdir. Bu döyüş, bu qələbə Azərbaycan ordusunun, Azərbaycan əskərinin qanı canı bahasına başa gəldi. Eyni zamanda xalqımızın yumruq kimi birləşməyi, Ali Baş Komandanın atdığı cəsarətli addım, verdiyi düzgün qərarlar nəticəsində başa gəldi. Mən müharibədə şəhid olmuş əskərlərimizə, zabitlərimizə Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun, yaxınlarına səbir diləyirəm. Eyni zamanda sağlamlığı itirmiş qazilərimizə Allahdan şəfa diləyirəm. Bəli, Azərbaycan ordusu Ermənistana kapitulyasiya aktına qol çəkməyə məcbur etdi və parlaq qələbəsini təmin etdi. Mən Cinayət və Həqiqət TV-nin rəhbəri olaraq bu Zəfər günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Hər kəsə can sağlığı, gözəl həyat, firavanlıq arzu edirəm. Və arzu edirəm ki, heç vaxt ölkəmizdə müharibə olmasın. Sülh, əmin-amanlıq şəraitində yaşayaq. Eyni zamanda bütün dünyada müharibə olmasın. Müharibə fəlakətdir, müharibə ölümdür. Sağ olun, sağlıqla qalın.